Təsəvvür edin, bir insan ən ali məqama çatır, ən pik həddə, bəs onda sonra həyatın mənası nə olaraq qalır? Yəni hansısa bir pik həddə çatdıqdan sonra nədir həyatın mənası? Bax, hələ məsələ odur da, insan həyatının mənasını ona bağlamamalıdır. İnsanın həyatının mənası ondan ibarətdir ki, sən hər gününü dolu-dolu yaşayandan sonra sən fikrini ancaq o pik həddə bağlamırsan. Yəni mənim ömrüm ancaq ona bağlıdır ki, mən gedirəm bu pik nöqtəyə doğru gedirəm. Yəni ki, bütün o günlərim o pikə çatana qədər o ömrüm mənim heçdir, sayılmır, heç bir mənasızdır. O günlərimdə mən nə yaşamışam, nə dincəlmişəm, nə həzz almışam, nə bir insanlarla normal, möhkəm bir bağ qurmuşam. Yəni heç nə eləməmişəm. Onda sən o pik nöqtəyə çatanda sən onun heç həzzini də normal yaşaya bilməyəcəksən. Ondan da sonra bir çaşıb qalacaqsan, bəs indi neyniyim? Elə insanlar dalbadal elə hədəflər qoyurlar. Hədəfdən hədəfə hələ bir yaşayırlar. O hədəfində dadını heç çıxara bilmirlər. Burada ümumiyyətlə belə insanların əslində qaçdığı odur. Anı yaşamamaq, həyatı yaşamamaq, yaxın münasibətlərdən qaçmaqdır bu. Yaxın, möhkəm münasibətdən qaçışdır bu əslində. İstəyir yaxın, gözəl, səmimi münasibət, amma o bacarıq yoxdur necə qursun onda. Həm də qorxur. Çox yaxın hələ bir olanda kimləsə duyğusal bir, ola bilər ailə var, hər şey var, amma duyğusal bir yaxınlıq yarada bilməyib. Ehtiyac var, amma acizdir də. Necə var, o cür özünü göstərməkdən qorxur. Nələrə ehtiyacı var, nə istəyir, onu dilinə gətirməkdən utanır, çəkinir. Və ona görə bir qaçışı seçir. Hədəf qoyur, ancaq hədəfin dalıca. Bir də görülmək. Bax, mən çatdım, o məqsədimə çatdım, o hədəfə çatdım, əldə elədim istədiyim nələrisə və tərif eşidəndə, yəni başqaları mənə tərif deyəndə, onda mən razılaşıram ki, onda mənə qəbul edirəm ki, bacarıqlıyam, hər. Ta mən o sözləri, ta insanlardan o baxışı, kimsə məsəl üçün axıllıqla baxır, kimsə bir həsədlə baxır, eləyir, onda deyirəm, hə, dəyərdi buna. Yəni ki, onda sənə hələ bilsən ki, sənə təsdiq lazımdır. Sənin hədəflərə çatanda, hədəf qoyursan, məqsədlərə çatanda, əldə edəndə istədiklərini, hələ bil özünlə bağlı onda haqqın olur ki, bəlkə özünə onda biraz icazə verirsən, istədiyin istirahət eləyəsən. Onda bəlkə hardasa özünə yaraşdırırsan kimsə sənə kompliment deyəndə, hardasa.